Salam, hörmətli müdavimlər. Bu videoda qəbul tipli sınaq üçün izahını verəcəm. Gəlin sualları birlikdə təhlil edək və hansı mövzuya aid olduğumuzu yadımıza salaq. Deməli, birinci sualda deyir ki, hansı fikir doğrudur? Düz variant lazımdır bizə. Baxın, elə A variantını oxumamışdan qabaq gəlin geriyə planlamanın addımlarını birlikdə təkrarlayıb yazaq. Hansıları idi geriyə planlamanın addımlarını? Siz deyin, mən qeyd edeyim. Hansı idi birinci addımı? Təlim, məqsəd idi, yoxsa yəni təlim fəaliyyəti idi, yoxsa təlim nəticəsi idi? Bəli, birinci təlim nəticəsi, mötərizdə məqsəddə yaza bilərik. İkinci addım hansı idi? Geriyə planlamada qiymətləndirmə. Üçüncü nə idi? Fəaliyyət. Təlim fəaliyyəti və yaxud da öyrənmə fəaliyyəti. İndi gəlin hərəkət eləyək. A-nı, B-ni, C-ni oxuyub doğru və yaxud da yanlış olduğunu tapaq. Təlim fəaliyyəti idi A variantı, yəni üçüncü bu. Üçüncü başlıq, təlim məqsədinə əsasən müəyyənləşdirilir. Bu necə fikirdir? Bəli, dərsdə nə iş görürüksə, məqsədə, nəticəyə əsasən eləməliyik. Bu doğrudur. İndi sevinib A variantını götürmüşsünüz, bütün variantları oxumalıyıq. Qiymətləndirmə meyarı, qiymətləndirmə neçənci başlığa yazmışıq? 2. Qiymətləndirmə meyarlarıdır. Təlim məqsədinə əsasənmi? Yəni 2-ni də hazırlayanda 1-ə baxırıq. Bu necə fikirdir? Bu da düzdür. Dərsin təlim nəticəsi müəyyən edilərkən spesifik, smartlı S hərfi nə idi? Dəqiq, düzgün, aydın olmalıdır. Bu da doğrudur. Təlim nəticəsi əldə edilə bilən olmalıydı. Nə asan, nə çətin. Əldə edilə bilən olmalıdır. Bu da doğrudur. Deməli, bu sualda nə var? Bütün variantlar doğrudur. Baxın, A-dan D-yə qədər gəldi, bütün variantlar doğrudur. Ona görə, yəni bu tipdə suallarda qoymaqda məqsəd odur ki, bütün variantları oxuyasınız da. Yəni, yalnız A-nı oxuyub cavab götürməyin. Bütün variantlar. Deməli, düzgün cavab oldu Y variantı. Bütün variantlar doğruydu. Gəlin bu hissəni silək, bu hissə bizə lazım olacaq. Keçirik ikinci suala. Şagirdlər Məhəmməd Cahan Pəhləvan haqqında məlumat araşdırır. Daha sonra müəllim şagirdlərə Məhəmməd Cahan Pəhləvanın diqqətini cəlb edən hansı xüsusiyyətlər var sualını verir. Onun yerinə olsaydınız nə edərdiniz? Sualını verərək lövhədə baxın qrafik orqanayzerlər yaradırlar uşaqlar. Burada yəni onun yerinə olsaydınız nə edərdiniz görən kimi simulyasiya götürmürsünüz. Çünki simulyasiyada mən onun yerinə özümü qoyub canlandırıram. Bəs lövhədə qrafik orqanayzer niyə çəkirəm ki? Yəni variantlarla hərəkət. A-nı çıxdım. 3-2-1 nə idi? Şagirdlərə hansı hissələr maraqlı oldu, hansı hissələr qaranlıq qaldı, o idi. Vərəqlər ötürülürdü şagirdlərə, şagirdlər yazırdılar. Gələn dəfə hansı hissələri bir daha keçəcəm. Burada elə bir şərt var, yoxdur. B-ni də sildim. Auksion son söyləyən qalib olurdu. Cisim hadisənin xüsusiyyətləri sadalanırdı. Burada belə bir şey də yoxdur. Karusel nə idi? Vərəqlər saat əqrəbi istiqamətində hərəkət edirdi. Bu da getdi. Demək, düzgün cavabımız nədir? Müzakirə xəritəsi. Və bu uşaqlar lövhədə Məhəmməd Cahan Pəhləvan haqqında xüsusiyyətləri yazırlar. Məhəmməd Cahan Pəhləvan xüsusiyyətləri haqqında yazırlar. O haqqda nə bilirlərsə yazırlar bura. O, yəni bu Məhəmməd Cahan Pəhləvan obrazını bir növ müzakirə ilə hərə öz şəxsi konseptual anlayışını ortaya qoyacaq. Deməli, düzgün cavabımız oldu Y var. Hətta bununla bağlı kitabda belə bir şəkil də var. Çəkdiyim şəkildə. Yəni bu xüsusiyyətlər haqqında məlumatları yazırlar. Məhəmməd Cahan Pəhləvan haqqında olan məlumatları lövhədə qrafik şəkildə. Elə bax, bu elə çəkdiyim qrafik orqanayzerdir. Düzgün cavabı oldu Y variantı. Hətta baxın, variantları çıxaraq da hərəkət edə bilərsiniz. Üçüncü testə baxırıq. Müəllim xəritədən, coğrafi obyektlərdən istifadə edərək istiqaməti müəyyənləşdirmə bacarığını şagirdlərdə formalaşdırmaq istəyir. Bu məqsədlə şagirdlərə situasiya təqdim edir. Təsəvvür edin ki, meşədə azmısınız. Dostunuz A məntəqəsinə çatmaq üçün istiqaməti müəyyənləşdirməlisiniz. Deməli, burada ən asan gəlin variantlı yolundan hərəkət edək. Deməli, uşaqlar xəritədən və obyektlərdən istifadə istiqaməti müəyyənləşdirməlidirlər. Məsəl üçün, hər hansı bir obyektim. Məsəl üçün, ətrafda olan obyektlərdə biologiyada da görə bilərsiniz və yaxud da coğrafiyada da görə bilərsiniz. Deyirlər, bu ağacın yanında mamır, şibiyə və s. bitibsə, bu şimaldır, bu cənubdur, bu şərqlidir. İxtisas müəllimlər bunu daha yaxşı bilirlər. Və bununla bağlı istiqaməti müəyyənləşdirməlidir. Həmçinin müəllim deyir, uşaqlar, təsəvvürün meşədə azmısınız. Bir növ elə bir dərsdə öyrəndiyimi həyata tətbiq edirəm. Burada hansı inteqrasiya var? Gəlin bildiyimiz inteqrasiyana hərəkət edək. Təsəvvürün meşədə azmısınız. Öyrəndiklərimizi həyata tətbiq ediriksə, bu hansı inteqrasiyadır? Fənüstü inteqrasiya. Gəlin sürətli variant tapmağın yolları olsun. Fənüstü inteqrasiya olmayan variantı çıxaq. Nə gözəl kömək oldu bizə. Bir dənə D variantını çıxdıq. Çünki yerdə qalan hər birinin içində fənüstü inteqrasiya var. Demək, cümləni daha sonra oxuyaq. İstiqaməti müəyyənləşdirməlidirlər.
Baxın, uşaqlar öyrəndiklərini həyata keçirirlərsə, variantı sürəti tapmağın yollarında biri bilsin nədir? Görün variantda hansı üstünlük təşkil edir. Onu variantdan çıxın, hərəkət eləyin. Ay, bu sual çətindir, tapa bilmirəm deməyin. Yəni variant tapmağın yolları olmalıdır. Baxın, burada deyir ki, öyrənmişik, indi biz onu tətbiq eləyirik. Burada tənqidi təfəkkür var sizcə? Tənqidi təfəkkür əsaslandırmaq, mövqeyimi bildirmək, dəyərləndirmək, sübut etmək, dəlil gətirməkdir. Burada belə bir ümumiyyətlə situasiyada belə bir məlumat varmı? Yoxdur. Gəlin tənqidi təfəkkür olan variantları da çıxaraq hərəkət edək. Tənqid, deməli burada tənqid var B-də. C-də də tənqid var. Bunu da çıxaq. Sonra harda tənqid var? Heç yerdə. Görürsünüz necə rahatlıqla variant tapdıq. Ya Y-dir, ya A-dır. Gəlin belə də variant tapa bilərsiniz. Fənlərarası ikisində də olduğu üçün, fənn üstü olsa bayaq tapmışıq ki, fənn üstü var. Fənlərarası ikisində də olduğu üçün deməli fənlərarası da var burada. Məsələn, coğrafiyadır. Hər hansı bir mamırdır, şibiyənin bitməsinə görə şimal, cənub, şərq, qərbi tapırıqsa, bu fənlər arasında ən azı 2 fənn olduğunu tapa bilərik. Bu fənlər arasında. Bir də burada baxın yazılıb ki, indi ixtisas müəllimlər bunu daha yaxşı biləcəklər. Xəritədən bir də istiqamətləri tapmaq, coğrafi obyektlərə uyğun olaraq istiqamətləri tapmaq, bu fərqli-fərqli mövzuların içində olduğu üçün bu fənn daxili inteqrasiyadır. Həm istiqaməti tapmaq, həm xəritələrdən istifadə etmək, coğrafi obyektləri buna görə müəyyənləşdirmək və s. Belə bir bu fənn daxilidir, yəni fərqli-fərqli mövzuların içindədir, amma coğrafiyanın içindədir. Bu fənn daxili inteqrasiya da var burada və eyni zamanda deməli fənn daxili fənlər, fənn üstü olduğunu onsuz tapmışıq. İndi baxın, xəritə, sxem, çertyoz, o məntiqi təfəkkürdə hansı düşünmə formasında idi? Qeyri-verbal düşünmə. Düzgün cavab elə A oldu. Bir növdə bilirsiniz burada nə var? Məntiqi təfəkkür nə oldu? Elə bir bilirəm və onu tətbiq edirəm. Qaydanı bilib nümunələri tətbiq etmək bir növ deduksiyadır da, məntiqi təfəkkürdür. Xəritə, sxem, çertyozda olduğu üçün qeyri-verbaldır. Deyə bilərsiniz ki, A-da da var da, belə baxanda. A-da fənn daxili yoxdur, bir də qeyri-verbal sözü də yoxdur. Daha dolğun cavab hansı variant oldu? A variantı oldu. Deməli, 3-cü sualın düzgün cavabı oldu A variantı. 4-ə baxırıq. Şagird hər dəfə problemlə üzləşdikdə sinif yoldaşlarından kömək istəyir. Hər kəsi dinləməsinə. Baxın, introvert şəxsiyyət tipinə malik olanlar ətrafdakıların fikirlərini dinləyirdimi? Bəli, ətrafdakıların fikirlərini dinləyirdi. Amma nə edirdi? Sonunda öz qərarına əsasən fikir qəbul edirdi. Yəni qərar qəbul edirdi. Introvert ətrafdakılar dinləmir, fikirlərini dinləmir, elə şey yox idi. Introvert ətrafdakıların fikirlərini dinləyir, sadəcə öz subyektiv fikirlərinə əsasən qərar verir. Baxın, subyektiv fikirlərinə əsasən qərar verdi. Bu hansı tipə aiddir? Bu elə introvert şəxsiyyət tipinə aiddir. Introvert fərq daxili. Düzgün cavab oldu C variantı. Baxın, sinif yoldaşlarından kömək istəyir, amma axırda öz bildiyimi edirəmsə, bu introvertdir. Sonra 5-ə baxırıq. Müəllim şagirdlərə getmək istədiyiniz ölkəni müəyyənləşdirin və faktlarla əsaslandırın tapşırığını verir. Fikir verirsiniz, bu sualda mən sizə sual verirəm ki, indi hal-hazırda təsəvvür edin ki, hansı ölkəyə getmək istəyirsiniz? Hər birimizin cavabı fərqli olacaq. Hərə öz şəxsi fikrini, şəxsi münasibətini. Məsələn, biri deyir Türkiyəyə getmək istəyirəm, biri başqa bir ölkənin adını deyir və deyirəm ki, fikirlərinizi əsaslandırın. Niyə Türkiyəyə getmək istəyirsiniz? Sizin özünə məxsus cür əsaslandırmanız olacaq. Mənim özümə məxsus cür əsas. Hər kəs öz mövqeyini üzrə əsaslandırırsa, sübut, dəlil, arqument gətirirsə, bu hansı mərhələ idi? Bu dəyərləndirmə. Mən öz mövqeyimi bildirirəm burada. Düzgün cavab oldu B variantı. Sonra 6-ya baxırıq. Düzgün fikri tapın deyir 6-cı sualda. Təlim zamanı mövzu şagirdlərə eyni şəkildə təqdim olunsa, biz dərslərdə keçmişik, şagirdlərin müxtəlifliyini nəzərə almaq, fərqli formalarda təqdim etmək, bir mövzunu şagirdlərin öyrənmə tərzi, intellektlərinə uyğun olaraq təqdim etmək. Eyni şəkildə olsa, hamı başa düşməyəcək. Bir səhvdir. Bu, yəni müasir təlim olmadı, diferensiallaşmış nəzərə alınmadı burada. Biri sildim. Eyni yox, müxtəlif şəkildə təqdim etmək lazımdır. 2-yə baxırıq. Summativ qiymətləndirmə meyarla. Ümumiyyətlə deyir ki, qiymətləndirmə meyarı əvvəlcədən müəyyənləşdirilməlidirmi? Bəli, müəyyənləşdirilməlidir. Meyar əvvəlcədən şagirdlərə elan olunmalıdır. 2-ni götürürük. Problemi sadə yollarla həll etmək, bəli, bunu qeydə götürə bilərsiniz. Elə tez izahına baxın. Problemi sadə yolla həll etmək məntiqi təfəkkürə aiddir. Problemi sadə yollarla həll etmək hansı təfəkkür oldu? Məntiqi təfəkkür. 3-ü də götürürük düzgün cavab olaraq. Deməli, 2-ni götürdüm, 3-ü götürdüm. Təlim fəaliyyəti müəyyənləşdirilən zaman
Dərsin təlim məqsədi və qiymətləndirmə meyarı nəzərə alınır. Baxın, birinci sualda. Birinci sualın A bəndində idi. Fəaliyyət məqsədə əsasən müəyyənləşdirilir. B variantında yazıb ki, qiymətləndirmə məqsədə əsasən müəyyənləşdirilir. Yəni 4-cü bənddə doğrudur. Fəaliyyət neçənci başlıqdır? 3-cü başlıq. O müəyyənləşdirilərkən məqsəd və qiymətləndirmə, yəni ondan əvvəlkilər nəzərə alınır deyir. 1 ilə 2 nəzərə alınır. Bu düzdür. Məntiqi təfəkkür özünü qiymətləndirmə, yəni özümü qiymətləndirəmsə, bu hansı təfəkkürdür? Bu tənqidi təfəkkürdür. 5 də silirəm. Düzgün cavab oldu 2, 3, 4. D variantı. Deməli 6 düzgün cavab oldu D variantı. 7-yə baxırıq. Şagird bir gün mənim də köməyə ehtiyacım ola bilər düşüncəsi ilə çətin vəziyyətə düşən yoldaşlarına köməklik edir. Yəni mən indi köməklik edirəm ki, sabah mənə də lazım olanda mən də utanmadan ondan kömək istəyim. Yəni bir gün mən özümü düşünürəmsə, mənim öz şəxsi mənafeyim varsa, bu hansı Kolbeckdə hansı mərhələyə aid idi bu? Bəli, bu individualizmdir. Yəni individual nə idi? Özümü düşünürəm, şəxsi mənfəətimi düşünürəm burada. Düzgün cavab oldu individualizm. 8-ə baxırıq. Müəllim şagirdlərə layihə hazırlamağı tapşırır və şagirdlərə 10 gün vaxt verir ki, uşaqlar 10 gün müddətində hazırlayın. Şagirdlər bu zaman ərzində öz cədvəlini tərtib edirlərsə, bu sinxron idi yoxsa asinxron idi? Bəli, bu asinxron idi. Bu asinxron idi. Öz cədvəllərini tərtib edirlər. Yəni nə qədər vaxt istəsələr yaza bilərlər. Yəni 10 gün vaxt verir, mən istəyərəm 1-ci gündən başlayıram, 2-ci gündən başlayıram, öz cədvəlim var. Bundan əlavə müəllim əvvəlcədən müəyyən edilmiş vaxtda canlı onlayn dərslər keçərək müəllimin əvvəlcədən müəyyən etdiyi, əvvəlcədən müəyyən olunan tədris hansı idi? Sinxron. 1-ci, 3-cü günləri 20:00-da dərsimiz olacaq. Bu sinxrondur. Həm asinxron, həm sinxron ikisinin də qarşılığı olanda cavab nə idi? İkisinin də qarşılığı olanda bəli, cavab olurdu hibrid. Hibrid qarşılıq demək idi. Düzgün cavab oldu A variantı. 9-a baxırıq. Hansı fikir yanlışdır? Səhv olan fikir axtarırıq. Müəllim təlim zamanı şagird yönümlü yanaşmadan istifadə etməlidir ki, şagirdlərdə həyati bacarıqlar formalaşsın. Bu doğru fikirdir. Ümumiyyətlə, təlim şagird yönümlü olur ki, şagirdlərdə həyati bacarıqlar formalaşmış olsun. Bu düzdür. Şagirdlərə bir neçə fəaliyyət verməklə təlimdə diferensiallaşmanı təmin etməyin mümkünlüyü fikri yol verilən yanlışlardandır. Bu da düzdür. Yəni deyir ki, burada bir neçə fəaliyyət vermək diferensial yanaşma demək deyil. Yəni əgər belə bir şeydir, bu yanlışdır deyir. Düzdür. Fikir olaraq doğrudur. Əgər yazılsaydı ki, diferensial təlim bir neçə əlavə fəaliyyətin verilməsi deməkdir, onda səhv olardı. Yəni burada elə yazılmayıb. Burada deyir ki, yəni bir neçə əlavə fəaliyyət vermək bu yanlışlardandır deyir. Düz fikirdir bu. Yəni beni götürmürəm. Təlim nəticəsi yalnız öyrənmə prosesində deyil, nəticə, yəni qiymətləndirmə zamanı da ona diqqət edirik. Qiymətləndirmə nəyə uyğun olur? Nəticəyə əsasən olur. Bu da doğrudur. Bizə yanlış cavab lazımdır. Müəllim illik planlaşma hazırlayarkən reallaşdıracağı alt standarta baxmaqla fənnin sinifin sonu üçün təlim nəticələrini müəyyənləşdirməlidir. Müəllim illik planı müəyyənləşdirərkən deyir, reallaşdırıcı alt standartlara baxmaqla fənnin sinif sonu üçün təlim nəticələrini müəyyənləşdirir. Ümumiyyətlə, müəllim illik planı hazırlayanda nəyə baxır ilk öncə? İlk öncə sinif üçün olan təlim nəticələrinə baxır. Müəllim illik planı hazırlayanda hansı təlim nəticəsinə baxır? İlk olaraq sinif üzrə təlim nəticələrinə baxır. Sonra illik planın içində indi tədris vahidi idi, standart və s. onlar da olurdu. Amma illiyi hazırlayanda hara baxıram? İlk öncə sinif üzrə təlim nəticələrinə baxıram. Alt standarta baxmaqla sinif sonu nəticəsinə baxmıram. İlliyi hazırlayanda sinif üçün olan təlim nəticəsinə baxırıq. Yəni yanlış cavab elə budur. İllik planı hazırlayanda alt standarta baxıb sonra sinif nəticəyə baxmıram. İllik planı hazırlayarkən sinif üzrə təlim nəticələrinə baxmaya, yəni müraciət olunur. D variantı yanlışdır. Y-yə də baxaq. İllik planlaşma zamanı müəllim kiçik summativin keçiriləcəyi tarixləri əvvəlcədən qeyd edir. Bu da fikir olaraq doğrudur. İlliyin içində keçəcək vaxtları əvvəlcədən qeyd edilir. Sonra 10-cu, deməli 9-cu düzgün cavab olur D variantı. 10-cu suala baxırıq. Valideyn övladının məktəbdə davranış və akademik nailiyyətləri haqqında məlumat almaq istədikdə, müəllim tərəfindən bu məlumatlarla təmin edilmir. Yaranan xoşagəlməz hal müəllimlə şagird arasında münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirməsinə də təsir edir.
Fikir versiniz, mənim valideynlə münasibətim pis olduğu üçün elə bir onun acığını onun övladından çıxıram və hətta baxın, nailiyyətləri qiymətləndirməsinə də təsir göstərir. Uşaq ola bilər, dərsi çox qəşəng danışır. Amma mən onun qiymətinə də, yəni təsir edir. Mənim valideynlə olan mənfi münasibət onun qiymətinə də təsir göstərir. Deməli, mən burada necə yanaşıram sizcə? Qərəzli yanaşıram. Qərəzli yanaşıram da. Yəni mənim onu valideynlə münasibətim pis, acığının övladından çıxmalı deyil, amma axı burada mən qərəzli yanaşıram. Hansı prinsipi pozmuş oldum? Qərəzsizlik prinsipini pozmuş oldum. Deməli, qərəzsizliklə bağlı variant axtarırsınız. Baxın, D variantında yazılıb ki, elə baxın, sualın şərhini oxuyun. Təhsil alanların təlim nailiyyətləri barədə valideynlərin məlumatlandırma vəzifəsini yerinə yetirmir. Məlumatı vermək valideynin, müəllimin borcudur. Mən həm vəzifəmi yerinə yetirmirəm, həm də qərəzsizlik tələbini pozmuş oluram. Onun övladına qarşı qərəzli yanaşıram. Düzgün cavab oldu D variantı. 11-ə baxırıq. İşıq həmişə sıx qaranlıqdan keçir. Buna görə də həyat da qaranlıqdan keçəndə biz də səylərimizi gücləndirməli və özümüzü motivasiya etməliyik. Görürsünüz, nə gözəl cümlədir. Bu düşüncəyə malik şagird zehni inkişafın hansı mərhələsində, emosional zəkanın hansı komponentində və hansı düşüncə görün, nə gözəl sualda bütün nəzəriyyələri ilə inteqrasiya ediblər. Gəlin Piagetlə hərəkət edək. Baxın, işıq həmişə sıx qaranlıqdan keçir. Buna görə də həyatda da qaranlıqda keçəndə biz səy elə göstərməliyik, cəhdlərimizi artırmalıyıq, özümüzü motivasiya eləməliyik. Bu qədər dərin düşünən Piagetdə hansı mərhələyə aid olar? Təbii ki, formal əməli. Ya C variantımız, ya da D variantıdır. Belə də hərəkət edə bilərsiniz. Daha sonra Karl Dweck'in düşüncə tərzinə görə mən açıq düşüncəyəm, yoxsa qapalı düşüncəyəm? Səylərimizi gücləndirməliyik. Özümü motivasiya edən baxın, açıq düşüncə. İkisində də açıq düşüncə, inkişafa açıq düşüncədir. Və emosional zəkanın deyir hansı mərhələsinə aiddir? Emosional zəka. Yəni qaranlıqdan keçəndə həvəsdən düşmürəm, özümü idarə edirəm, ağlımı önə keçirdirəm, cəhd elə, narahat olma, səy göstər, bu məndə alınacaq deyirəmsə, hansı komponentdir? Özünü idarə komponenti. Düzgün cavab oldu C variantı. Özünü idarə etmədə deyirdi ki, rasional intellektimizi önə salırıq, özümü idarə edirəm, hisslərimi düzgün şəkildə idarə edirəmsə, o özünü idarə etməlidir. Düzgün cavab oldu C variantı. 12-yə baxırıq. Şagird partanın üstünü cızır. Digər sinif yoldaşı isə ona partanı cızmamasını tapşırır və deyir ki, bu yoldaşlarımıza pis örnək ola bilər. Nə özü cızmır, nə də cızanlara yəni imkan vermirəm də, deyirəm ki, olmaz. Yəni düz eləmirsən, cızmalı deyilsən. Bu yəni məktəbin əmlakıdır. Bu yəni hansı bu poz, yəni daha doğrusu partanın üstünü cızma deyən uşaq hansı mərhələyə aiddir? Təbii ki, neyinir uşaq? Nizamı qoruyur, səlahiyyət sosial nizamı bərpa eləməyə çalışır. Nə özü cızmır, nə də cızanlara qarşı yəni xəbərdarlıq edir. Düzgün cavab oldu B variantı. 13-ə baxırıq. Müəllim dərs zamanı alt standartı səmərəli şəkildə reallaşdırmaq və şagirdləri prosesə cəlb etmək üçün 3 qrupa bölür. Hər qrupa uyğun tapşırıqlar verir və lazımi qədər şagirdlərə vaxt ayırır. Bu situasiyada müəllim alt standartın hansı funksiyasını istifadə edir və hansı pedaqoji tələbi reallaşdırmış olur. Yəni, hətta variant, bunun birbaşa cavabını da deyə bilərik. Sadəcə siz rahat tapasınız da, gəlin variantları çıxın tapın. Şəxsiyyət yönümlülük var burada. Milli bəşər dəyərlərindən söhbət getdi, getmədi ki, adını sildim. Təlim məqsədlərinin dəqiq, burada da məqsədin dəqiqliyindən getmirik. Burada baxın qruplara bölmək, təlim forması, təlim üsullarından istifadə etmək, bu strategiya deməkdir. Yəni hansı strategiyadan istifadə edəcəyik? Bunu da sildim. Yəni fəaliyyətin stimullaşdırılmasından da hətta hərəkət edin. Fəaliyyətin stimullaşdırılması var, burada yoxdur. Təlim strategiyanın düzgün seçilməsi. Yəni biz bugün hansı formadan istifadə qruplara bölürük, onlara uyğun, yəni düzgün strategiya seçmişəm və bərabər imkanların yaradılmasına hər kəsə, yəni vaxt ayırıram, hər kəsə eyni təlim şəraiti yaradıram. Sizə düzgün cavab C variantıdır. Ya da variantları silərək də hərəkət edə bilərik. 13-cü düzgün cavab oldu C variantı. 14-ə baxırıq. Məktəbdə rəsm müsabiqəsi keçirilir. Müsabiqənin əsas şərtlərindən biri odur ki, şagirdlər rəsmləri öz valideynləri ilə birlikdə hazırlamalıdırlar. Leyla adlı şagirdin valideynləri yoxdur, lakin o da müsabiqədə iştirak etmək istəyir. Leylanın sinif yoldaşı Nigara təklif edir ki, mənim valideynlərim bu işdə sənə kömək edə bilər. Yəni, baxın,
Bu Nigar Leylaya bunu deyirsə, mənim valideynlərim sənə kömək eləyə bilər, sən də iştirak elə. Deməli, Nigar özünü Leylanın yerinə qoyub ki, onun hisslərini başa düşüb, onu anlayıb. Deməli, bu Nigarda hansı qabiliyyət yaxşı inkişaf edib, sosial, emosional hansı komponenti yaxşıdır? Təbii ki, özünü onun yerinə qoyub. Bəli, empatiya hissi var. Ona əgər deyirsə, deməli, onun yerinə qoyub, onu anlayıb ki, deyir ki, yəni mənim valideynlərim sənə kömək eləsin. Hansı hiss var məndə? Empatiya hissi, sosial məlumatlıq və empatiya hissi. Düzgün cavab oldu Y variantı. 15-ə baxırıq. Tarix dərsində şagirdlər bir film izləyir və izlədikləri filmdən bir fraqmenti səhnələşdirirlər. Yadınızdadır, müşahidə əsaslı öyrənmədə Bandura nəzəriyyəsi nə deyirdi? Film, kino, harasa baxırsınız, video baxırsınız, filmə baxırsınız, cizgi film ola bilər, adi film ola bilər və s. Cizgi filmdir, yəni videolara baxmaq bu hansı modelin içində idi? Bəli, bu simvolik modeldə idi. Düzgün cavab oldu simvolik model. Videoda, YouTube-dan videoda, cizgi filmidə, adi bir film izləmək simvolik modelə aid idi. Sonra 16-ya baxaq. Təsvir olunan şagirdlərdən hansı introvert şəxsiyyətə malikdir? Qəbula düşmüş suala uyğun, yəni oxşar bir nümunədir. Deməli, bizə nə lazımdır? Bizə introvert lazımdır. Gəlin variantlara. Daha çox müzakirə zamanı yeni fikirlər formalaşdırır. Ümumiyyətlə, danışaraq, fikir ifadə edərək fikir formalaşdıranlar kimlərdir? Ətrafın fikrinə. Bu ekstrovert. A-nı çıxdı. Bizə introvert lazımdır. Subyektiv fikirlərinə əsasən qərar çıxardır. Variant B-dir deyib C vermirik, axıra qədər oxuyuruq. Subyektiv fikrinə əsasən qərar verir. Aha, düzdür. Vergül. Diqqət mərkəzində olmağı sevir. A, gördün, səhv gəldi. Bu ekstrovertdir. Sonu ekstravertdir, əvvəli introvertdir. Cavab oldu ambivert. Deməli, B-də deyil. Müəyyən konsept haqqında nəticə çıxarmaq üçün bir çox məlumatlar arasında, yəni dərindən düşünən, uzun müddətli düşünən kim idi? O dəqiqə qərar vermirdi. Oturub dərindən düşünürəmsə, bəli, bu introvert şəxsiyyət tipinə aiddir. Düzgün cavab oldu C variantı. Daha çox təhqiqdə yeni mövzunu yaxşı anlayır. Aha, əla, introvertdir. Tez-tez fikrini dəyişir. Bu ekstrovertdir. Əvvəli intro, axırı ekstro. Cavab oldu ambivert. D-də sildim. Digər variantlarda deyirəm ki, əgər aranızda fərqli variantlar yazanlar varsa, həmin variantın niyə səhv olduğunu bilək. Y-yə də baxın, əldə etdiyi müxtəlif informasiya arasında tez bir zamanda əlaqə yaradır. Xeyr, tez əlaqə yaradır, tez qərar qəbul edən ekstrovert. Ona görə onlar fikirlər tez-tez dəyişir. Düzgün cavab C variantıdır. 17-yə baxırıq. Müəllim, deməli, mən belə dövranı qana bilmirəm satirasını tədris edərkən əvvəlcə əsərdə mənasız şagirdlər üçün məlum olmayan sözləri izah edir. Daha sonra satiranı təhlil etmələrini tapşırır. Bir növ kömək edirəm, yol göstərirəm, müvəqqəti körpü rolunu oynayıram, sonra tədris edirəm. Bu hansı nəzəriyyəyə aid idi? Bu, yəni daha doğrusu nəzəriyyə adını tapmamışdan qabaq bu nə idi? Müvəqqəti kömək, dəstək, yardım, körpü. Bu scaffolding idi, kömək eləmək. Scaffolding də hansı nəzəriyyədə idi? Vygotskyinin. Vygotskyinin nəzəriyyəsinin adı nə idi? Sosial inkişaf nəzəriyyəsi. Görürsünüz, hardan hərəkət elədiyi hamısını təkrarladıq. Düzgün cavab oldu B variantı. 18-ə baxırıq. Verilən xüsusiyyətlər arasında hansı iş formasına aid deyil? Yəni fikirləri oxuyaq ki, hansı iş forması yoxdur ümumiyyətlə burada. Deməli, bir-birindən öyrənmək varsa, deməli, burada ortam var, bu cütdür. Problemin həlli üçün qrupla, komanda ilə birgə çalışırlar. Yardımlaşma bacarığı varsa, bu bütün sinifdə ola bilər, qruplarda da ola bilər. Burada hansı fikir verin, burada 2 nəfər var, 5-6 nəfər var, bütün sinifdə var. Burada hansı təlim formasına aid fikir olmalıdır? Fərdiyə aid. Burada ümumiyyətlə tək işləməklə bağlı heç bir fikir yoxdur 18-də. Düzgün cavab oldu Y variantı. 19-a baxırıq. Müəllim öz peşəsindən. İndi bu videonu izləyə-izləyə bu qeydi götürürsünüz yenidən dəftərinizə. Demişdim ki, hətta bu çaşdırıcı tərifdir. Müəllim öz peşəsinə və səlahiyyətinə kənar məsələlərə müdaxilə etməməlidir. Bunu görən kimi loyallıq götürməyin. Çünki bu tərif nəyin tərifi idi? Bu qərəzsizlik pedaqoji tələbin yoxdur, doğrusu etik davranışın, yəni tərifinə aiddir. Müəllim peşəsindən səlahiyyətinə kənar məsələlərə müdaxilə etməməlidir. Bu qərəzsizlikdir. Tapa bilmədiksə, təbii ki, cümləni axıra qədər oxuyuruq. Maraqlı şəxslərin fikirlərini nəzərə almamalıyam. Öz peşə fəaliyyətimi yerinə yetirəndə hamısı hardaydı? Qərəzsizlik, pedaqoji tələb niyə deyirəm? Etik davranış prinsiplərində. Düzgün cavab oldu C variantı. 20-yə baxırıq.
Müəllim övladının öz sinifdə olması və çalışqan olmasına qıcıqlanan digər uşağın paxıllığa tutur. Şagirdlər onun haqqında məktəbdə müxtəlif şayə onu məktəbin gözündən salırlar. Avtomatik fikir verin, o uşağı məktəbin gözündən salanda, o uşaqla heç kim oturub durmayacaq da, hamı o uşağı pisləyir. Heç kim onun öz ortamına daxil etməyəcək. Ümumiyyətlə, komandadan, kollektivdən kimsə sıxışdırıb çıxarmaq hansı bullyingdə idi? Bəli, hətta dərsi keçəndə demişdim, şayə yayıram kimisə haqqında, müxtəlif şayə yayıramsa, bu hansında idi? Bəli, bu sosial bullyingdə idi. Komandadan, kütlədən kimsə sıxışdırıb çıxarmaq. Ümid edirəm ki, bu sınağın izahı hər biriniz üçün faydalı oldu.